Öd kisəsi çıxmış insanlar, yəni xolestektomiya olunmuş insanlar ekrana yaxın əyləşin. Bu mövzum sizlər üçündür. Bəli, Azərbaycanda orta yaşlı qadınların çoxunda öd kisəsi çıxıbdır. 50 yaşından yuxarı doktor 2 ildir, 3 ildir, 10 ildir, 20 ildir öd kisəmdə daş var idi, çıxartmışıq. Bəs ondan sonra həkimə getmisinizmi? Ondan sonra kontrollarda olursunuzmu? Bu suala isə cavab yox. Bizə heç nə deməyiblər. Biz elə bilirik ki, elə çıxdı, artıq mənim ödüm yoxdur, problem yoxdur deyə həyatlarına davam edirlər. Bildirmək istəyirəm ki, öd kisəsi çıxandan sonra qaraciyərdə öd istehsalı yenə davam edir. Yəni kisə çıxıb, öd oradan həmişə axır. Kisə olmadığına görə öd 12 barmaq bağırsağa həm toxluq zamanı axır, həm aclıq zamanı axır. Və əgər bizim mədə qapaqlarında boşluq varsa, xüsusən də 12 barmaq bağırsaqla mədə arasındakı qapaqda boşluq varsa, bağırsağa tökülmüş öd mədəyə qayıdaraq öd qastriti yarada bilir, qələvi refli qastrit yarada bilir. Və bu öd çıxmış insanlarda çox vaxt gördüyümüz bir xəstəlikdir, ciddi problemlərə yol açır. Bir də necə öd kisəsində daş əmələ gəlmişdi, necə ödünüzdə qatılıq əmələ gəlmişdi. Öd yolunda da eyni problemlə qarşılaşa bilərsiniz. Öd yolunda daş yarana bilər və bu da ciddi sarılığa, ağrıya səbəb ola bilər. ECP əməliyyatına məruz qala bilərsiniz. Öd kisəsi çıxmış insanlar mütləq həkim gastroenteroloqların kontrollarında olmalıdır. Lazım müalicələri almalıdırlar ki, yuxarıdakı fəsadlarla üz-üzə qalmasınlar.